Bura 12 addım reabilitasiya mərkəzidir. Burada tək narkomaniyadan əziyyət çəkənlər müalicə almır da, alkoqolizmdən, sonra kazino oyunlarından, bugünkü gün bəla olan o kazinodur, mərc oyunlarıdır. Onlardan əziyyət çəkənlər üçün də müalicə yeridir. 12 addım reabilitasiya mərkəzidir. Gətirmişik qardaşımızı bura. Bu otaq çox belə düşərli otaqdır. Mənim yerim orada idi. Hə, hamı bu otağa gəlib. Yer oranı hazırlamışıq ki, həmin təzə gələndir, kameranın qabağında olsun ki, kamera burada. Nəzarət edə bilək. Ay sağ ol. Özüm də bu otaqdayam, özüm. Rauf kişilər də bu. Sən də burada yatsan ha? So, əla. Deyir o şirin-şirin yeməyin, hə? Azad da qusmağı var. Bacaracaqsan da? Allah qoysa. 6 ay burdasan. Bir ömür. Bir ömür. Nastrokalı, yəni düşüncə olan nastrokalı verginən ki, yəni mən ən azından bir il yəni sağalma yolunda olmalıyam. Sən özü anam var, yəni göz yaşlı qalıb, qoy sevinsin, heç olmasa anam... Hər şeyi nəzərə alıb, Nail əlimi çağırdım ki, yəni götür qoy elədim, gördüm yox da o deyil, yaşayış o deyil. Çağırdım sağ olsun, biz zəngimə gəldi. Nə yeyəcək ondan yeyəsən, nə içəcək ondan içəsən. İndi yerin zadını verəcək, yatacaq, əlini dəyişdirəcək, yağışlığı varsa qardaş ki, başladı yeməyin yeyəcək.